Avropa İttifaqı yaxın şərqdəki vəziyyətin mümkün fəsadları ilə bağlı hər kəsi xəbərdar edir. Münaqişə daha böyük coğrafiyaya yayıla bilər və bugün İttifaq ölkələrinin Xarici İşlər Nazirləri video formatda növbədən kənar iclas keçirib. İclasda hansı məsələlər müzakirə edilib? Bax, bu barədə Avropa ölkələri təmsilçimiz Elzar Ağayev bizə xəbər verir. Birbaşa bağlantıda Brüsseldən. Elzar, hər vaxtınız xeyir. Lale, görüş video formatda keçirilirdi və canlı yayımlanmırdı. Başqa sözlə, qapalı görüş idi. Amma buna baxmayaraq Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas görüşdən dərhal sonra jurnalistlərin qarşısına keçdi və bizi bu görüşün məzmunu ilə bağlı məlumatlandırdı. Öyrəndik ki, Avropa İttifaqına üzv olan ölkələrin Xarici İşlər Nazirlərinin fövqəladə görüşündə, yəni növbədənkənar görüşündə Yaxın Şərq münaqişəsinin hər iki tərəfinə beynəlxalq hüquq normalarına əməl etmək çağırışı olunub və İranın heç bir halda nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus ifadə edilib və İranın nüvə proqramının yalnız diplomatik yolla tənzimlənməsinin vacibliyi vurğulanıb. Bundan başqa Avropalı Xarici İşlər Nazirləri həm də qlobal enerji bazarında hazırki Yaxın Şərqdəki vəziyyətlə bağlı yarana biləcək fəsadları müzakirə ediblər və Avropa İttifaqının bu fəsadlara qarşı immunitetini nəzərdən keçiriblər. Eyni zamanda evakuasiya məsələləri, yəni Avropa İttifaqına üzv olan ölkələrin hazırda İranda olan vətəndaşlarının evakuasiya məsələsi müzakirə edilib və həm də Avropalı diplomatlar Kaja Kallasa yenə də bu danışıqlarda fəal iştirak etməyə və təmaslar etməklə bağlı mandat vermiş olublar bu görüşdə. Bugün həm də əsas məsələlərdən biri, Lalə, bugün aktual məsələlərdən biri həm də münaqişəyə kənar aktiv müdaxilələrlə bağlıdır. Nəyə görə bu məsələ hazırda, indiki saatlarda vacibdir? Çünki məsələ burasındadır ki, gələn məlumatlara görə Amerika Birləşmiş Ştatlarına məxsus çoxlu sayda F-22 və F-35 təyyarələri öz bazalarından qalxaraq Avropada Almaniya və İspaniya ərazisindəki bazalara eniş ediblər, orada gözləmə mövqeyi tutublar. Bundan başqa dünən isə 30-a yaxın yenə də Amerika Birləşmiş Ştatlarına məxsus KC-135 və KC-46 tanker təyyarələri. Bu həmin təyyarələrdir ki, göydə qırıcıları yanacaqla təmin edirlər. 30-a yaxın belə təyyarə yenə də öz bazalarından qalxaraq Avropadakı hərbi bazalara eniş ediblər və onlar Ərəb körfəzinə uçmağı gözləyirlər, gözləmə mövqeyindədirlər. Amma bugün Kaja Kallas, Avropa İttifaqının ali nümayəndəsi açıq şəkildə bəyan etdi ki, Amerika Birləşmiş Ştatlarının bu müharibəyə fəal, aktiv şəkildə qoşulması çox böyük coğrafiyanı əhatə edən dəhşətli bir müharibəyə səbəb ola bilər. Birbaşa olaraq ifadə etməsə də hər halda hiss etdik ki, hazırda Avropa İttifaqının İsrail ilə İran arasındakı bu münaqişəyə hərbi formada aktiv şəkildə müdaxilə etmək fikri yoxdur. Əsasən bu məsələlər müzakirə edilmişdi. Lalə, qeyd edim ki, əlbəttə ki, Ukrayna-Rusiya məsələsinin də müzakirəsi olub bu görüş əsnasında və Kaja Kallas bir daha bəyan etdi ki, biz görürük ki, Rusiyanın sülhdə heç bir marağı yoxdur. Ona görə də bu ölkəyə qarşı sanksiyalar artırılmalıdır, təzyiqlər artırılmalıdır. Qəzzadakı vəziyyətlə bağlı da bugün müzakirələr aparılıb. Brüsseldən son xəbərlər bunlar idi. Söz sizdə, Lalə.